Mayın 1-də Tehran şəhərində ailə qətliamı baş verib. Bu barədə yerli media məlumat yayıb. Məlumata görə Tehranın Pars bölgəsində ailənin oğlu ata, ana və bacısını bıçaqlayaraq öldürüb. Kimliyi açıqlanmayan qatilin həbs edildiyi hadisənin səbəblərinin araşdırıldığı bildirilib. Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin hesabatında ötən il yaydığı hesabata görə ölkə əhalisinin 25%-i hər 4 nəfərdən biri müxtəlif formalı psixi pozuntudan əziyyət çəkir. Bu, intihar və qətl hadisələrinin artmasında da əhəmiyyətli rol oynayır. Ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşıb və böhran həddinə çatıb. Bunu Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin Məkki məscidinin cümə imamı, sünni məzhəbli din xadimi Mövləvi Əbdülhəmid deyib. İnflyasiya, bahalıq və işsizlik vətəndaşların məişət problemlərinin artmasına səbəb olub və bu təhlükəlidir deyə o xəbərdarlıq edib. Əbdülhəmid yerli hakimiyyət orqanları və məsulların da fəaliyyətlərini tənqid edib və fərqli düşünən din xadimlərinə qarşı təhlükəsizlik təzyiqlərinin artdığını söyləyib. Din xadimi ölkədə hakim olan ağır iqtisadi vəziyyətin xüsusilə az təminatlı ailələr və kəndlilərə daha çox zərbə vurduğunu xatırladaraq hökumətin bu təbəqəyə diqqətini artırmağa çağırıb. O həmçinin əyalətdə daha mülayim və yerli məmurların təyinatının vacibliyini deyib, radikal qüvvələrin fəaliyyətlərinin ziyanlı olduğunu bildirib. Davam edirik. Yeni hesabat göstərir ki, İran son müharibə zamanı Çin istehsalı olan qabaqcıl peykdən istifadə edərək bölgədəki 16 ABŞ hərbi bazasına zərbə endirib. YNET-in məlumatına əsasən bu hücumlar yüksək dəqiqliklə həyata keçirilib və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, İordaniya və İraq da daxil olmaqla bir neçə yaxın şərq ölkəsində baş verib. Hücumlar nəticəsində Birləşmiş Ştatlara məxsus təyyarələr, rabitə sistemləri və radar avadanlıqlarının bir hissəsi zədələnib. Hesabatda məlumatlı mənbələrə isnadən bildirilir ki, İran hücumların dəqiqliyini artırmaq üçün Çindən gizli şəkildə əldə etdiyi qabaqcıl peykdən istifadə edib. Bu peyk ABŞ hərbi bazalarının dəqiq görüntülərini təmin edib və hədəflərin seçilməsində mühüm rol oynayıb. Məlumatlı mənbənin sözlərinə görə hücumlar sürətli və çox dəqiq olub və bəzi bazalara dəyən zərər misilsiz səviyyədə qiymətləndirilib. Hədəflər arasında Qətərdəki Əl-Üdeyd, Səudiyyə Ərəbistanındakı Prens Sultan bazası, həmçinin Küveyt və İordaniyadakı hərbi obyektlər yer alır və onların bəzisi ciddi zərər görüb. Digər tərəfdən, Pentagon rəsmisi hesabatı tam təksib etmədən bildirib. Biz döyüş zərərlərinin qiymətləndirilməsi ilə bağlı şərh vermirik, lakin ABŞ qüvvələrinin hələ də tam əməliyyat qabiliyyətinə malik olduğunu vurğulayıb. Məhəmməd Cəfər Əsədov bildirib ki, İran ilə Amerika Birləşmiş Ştatları arasında yenidən münaqişənin baş verməsi mümkündür. Dəlillər göstərir ki, ABŞ heç bir öhdəliyə əməl etmir deyə Xatəm Əl-Ənbiya Mərkəzi qərargahının müfəttiş müavini Əsədov iddia edib. O bildirib ki, hərbi qiymətləndirmələr göstərir ki, Vaşinqtonun konkret addım atıb atmamasından asılı olmayaraq gərginlik arta bilər. Əsədi iddia edib ki, İran hər hansı düşmən addımına cavab verməyə hazırdır. ABŞ prezidenti Donald Trump Konqresə bildirib ki, İranla müharibə başa çatıb və əlavə edib. Atəşkəsdən sonra hərbi toqquşmalar dayandırılıb. Məlumata əsasən Trump Konqres rəhbərlərinə göndərdiyi məktubda vurğulayıb. 28 fevral 2026-cı ildə başlayan toqquşmalar başa çatıb. Bu iddia 60 günlük müharibə səlahiyyətləri qanununun müddətinin bitməsi ilə eyni vaxtda təsadüf edir. Bu qanun ABŞ prezidentini müharibəni davam etdirmək üçün Konqresdən icazə almağa və ya əməliyyatları dayandırmağa məcbur edir. Ağ Ev aprelin əvvəlindən qüvvədə olan atəşkəsə istinad edərək bildirir ki, artıq aktiv toqquşma yoxdur və buna görə də Konqresdən icazə almağa ehtiyac yoxdur. Bununla belə bu mövqe demokratlar və bəzi qanunvericilər tərəfindən sərt reaksiya ilə qarşılanıb. Tənqidçilər bildirirlər ki, ABŞ-nin hərbi mövcudluğunun və İranın dəniz müharibəsinin davam etməsi müharibənin faktiki olaraq bitmədiyini göstərir və Trump administrasiyası Konqres nəzarətindən yayınmağa çalışır. Eyni zamanda bəzi Amerikalı rəsmilər vurğulayıblar ki, toqquşmalar yenidən başlasa hüquqi müddətin sayımı yenidən başlayacaq. Bu isə Vaşinqtonda hüquqi və siyasi böhrana səbəb ola bilər. Bu proseslər Tehran və Vaşinqton arasında dolayı danışıqların davam etdiyi bir şəraitdə baş verir, lakin tərəflər arasında ciddi fikir ayrılıqları hələ də qalmaqdadır.
Birləşmiş Ştatlar prezidenti Donald Trump İrana mümkün yeni hücumlarla bağlı bir jurnalistin sualına qısa və qəti cavab verib. Jurnalist hərbi variantların yenidən nəzərdən keçirilib-keçirilmədiyini soruşduqda Trump deyib, "Niyə bunu sənə deyim?" Bu cavab dərhal media və sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və sürətlə yayılıb. Trump mümkün planlarla bağlı əlavə məlumat verməkdən imtina edib. Bu addım onun təhlükəsizlik və hərbi məsələlərdə əvvəlki yanaşması çərçivəsində qiymətləndirilir. Vaşinqtonun İrana qarşı apardığı müharibə səbəbilə Pentaqonun arsenallarının tükənməsindən narahat olmaq üçün heç bir əsas yoxdur. Bunu ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. Xeyr, dünyanın hər yerində ehtiyatlarımız var və lazım gələrsə onlardan istifadə edə bilərik, deyə Trump bildirib. Pentaqon rəhbəri Pete Hegseth Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması ilə bağlı əmr imzalayıb. Bu barədə Reuters Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Sean Parnell-ə isnadən məlumat yayıb. Onun sözlərinə görə Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması 6-12 ay ərzində başa çatacaq. ABŞ Dövlət Departamenti İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə 8,6 milyard dollardan çox dəyərdə potensial silah satışını təsdiqləyib, müvafiq bəyanat cümə günü yayılıb. Vaşinqtonun qərarı regionda davam edən gərginlik fonunda verilib. ABŞ-İsrail arasında İranla hərbi qarşıdurmanın başlanmasından 9 həftə keçib və kövrək atəşkəs 3 həftədən çoxdur ki, qüvvədədir. Buraxılışımız davam edir. Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar. Bu barədə Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilir. Komissiyanın öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyənləşib. Vurğulanıb ki, erməni lobbi təşkilatları bu dəfə qarayaxma kampaniyasını fərqli taktika seçərək bir neçə məsələ, o cümlədən qondarma soyqırımı, hərbi əsirlər və Xankəndi şəhərindəki tikililər ətrafında ajotaj yaratmaqla aparıblar. Azərbaycanla İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. O bildirib ki, geosiyasi qeyri-sabitlik dövründə əsas məsələ təkcə enerji məhsullarına əlçatanlıq deyil, həm də təchizat marşrutlarının etibarlılığı və təhlükəsizliyidir. Bu baxımdan Azərbaycan uzun müddətdir ki, İtaliya üçün etibarlı tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan TAP vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib və bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16%-ni təşkil edib. TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının strateji sütunu olduğunu göstərir. Eyni zamanda bu tərəfdaşlıq yalnız iki tərəfli səviyyədə əhəmiyyətli deyil. Azərbaycan bugün ümumilikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə 12,5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 53,8% çoxdur. Bu, Cənub qaz dəhlizinin artıq Avropa üçün əsas şaxələndirmə marşrutlarından birinə çevrildiyini göstərir.